Azərbaycan Qarabağı aldı. Qarabağ alındıqdan sonra bir Azərbaycanlının həyatında nə dəyişir? Yəni söhbət onun sosial haqqlarından gedir. Söhbət onun işləməyindən gedir. Yəni necə olur ki, yəni sən əlavə bir torpaq alırsan, əlavə bir resurslar qazanırsan, amma əhalinin yaşayış səviyyəsi aşağı düşür. Bu alınan torpaqlar, bu alınan resurslar tamamilə Əliyevin və ailəsinin və onun ətrafında olan məmur və dost tanışlarının xeyri üçün istifadə edilir. Bu heç də Azərbaycanın qələbəsi deyil. Orada şəhid olanlar belə, yəni Azərbaycan üçün şəhid olmayıbdı. Bu özlərini necə hesab edir bilmirəm. Bəlkə təhqir kimi baxırlar buna. Necə baxsınlar, həqiqət budur. Əliyev bunları öz ailəsinin marağı üçün, biznesi üçün istifadə edib və Azərbaycanın müxalifəti olsun, həqiqi və saxta müxalifəti daxil olsun, Azərbaycanın cəmiyyətinin böyük bir hissəsi də bu oyuna gəlibdir.